Azərbaycanda məmurlar öz sələfərinin fəaliyyətini danırlar. Bu inkarçılıq yazılan kitablarda, tədbirlərdə özünü açıq şəkildə büruzə verir. Azərbaycan gömrüyü ötən gün, bugün, sabah adlı bir kitab əlimə keçib. Kitabı vərəqlədikcə adamı təəccüb bürüyür. Yeni Sabah məlumat verir ki, bu sözləri sabiq deputat Etibar Əliyev öz Facebook səhifəsində yazıb. O, Gömrük Komitəsinin keçmiş sədri olan Səfər Mehdiyevin müəllifi olduğu Azərbaycan gömrüyü dünən, bugün, sabah kitabında Kəmaləddin Heydarovun gömrük sahəsindəki fəaliyyətlərini bilərəkdən sildiyini bildirib. Səfər Mehdiyevin 2022-ci ildə tərtib etdiyi bu kitabda Kəmaləddin Heydarovun Gömrük Komitəsindəki 12 illik fəaliyyəti silinib. 500 səhifəlik kitabın bir yerində belə Ka Heydarovun nə şəkli, nə də adı yer alıb. Səfər müəllimə görə gömrüyün dünəni olmayıb, yalnız onun sədr olduğu dövrdə komitə mövcud olub. Qeyd edək ki, Kəmaləddin Heydarov 1995-ci ildən 2006-cı ilə qədər Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb. Səfər Mehdiyevə müxtəlif vəzifələr verib. Səfər Mehdiyev 2004-2006-cı illərdə Heydarovun muavini olub. 2006-cı ildən 2018-ci ilə qədər sədrin birinci muavini, 2018-ci ildən 2022-ci ilə qədər isə komitənin sədri vəzifəsində işləyib. Məmurların sələflərinə göstərdikləri sayğısızlıq çox pis bir ənənənin əsasını qoyub. Kitab geniş oxucu kütlələri üçün nəzərdə tutulub. Heydarovun fəaliyyətini danan bu kitabın çapına 200 min manatdan çox vəsait xərclənib.